Hardadır pullar? Bilirik, siz götürmüşsünüz. Hardadır? Hara koymuşsunuz pulları? Laçın gedəndə saat neçə idi? Çək kimi. 8 işləmişdi ya da yarısıydı. Bəs ata? Ata səndən 5-10 dəqiqə əvvəl getdi. Ata hara getdi, yaxına getdi? Bilmirəm. Gedəndə heç nə demədi. Nə çox sual verirsən? Sən gör soruş da. Yo, elə belə soruşdum. Mənim özümün bugün işim var. Elə yaxşı ki, belə oldu. Bəs, Laçın səni işə götürmüşdü. Nə oldu? Gah gedirsən, gah getmirsən. Dedi nahardan sonra gələrsən. Bugün harasa getməlidir, mağazaya sonra gələcək. Ona qovulubdu. Hə, əmin yadından çıxıb burada qalıb. Əmi gətirmişdi. Hə, sənə müəllim göndərmişdi, ata qol çəkdi. İstəyirsən bugün apar ver ofisə. Nara getmək istəmirəm. Həm də ayrı işim var. Sən apar. Gedəndə yol üstü ver də. Anıya deyərəm. Nə oldu? Get soruş da. Hə, yaxşı. Sabahın xeyir ana, gəldin? Nə? Qalxdım otağa baxdım, gördüm yoxsan. Amma yatağını yığmamışdın. Elə bildim qayıdıb yatmaq fikrim var. Yığmamışam yatağı. Ana, sən niyə belə fikirlisən?
Bir səfeh yuxu görmüşəm. Fikrim yaman qarışdı. Allah xeyir eləsin. Nə görmüsən ki? Şeyde... Qarışıq yuxu idi ki, heç yadımda da qalmadı. Lənət şeytana. Ana Həmid əmin gətirdiyi qovluq yadından çıxıb qalıb burada. Aparmayıb. Eldara verərik aparar. Eldar getdi. Hara? Bilmirəm. Dediyi işim var. Mənə dedi ki, sən apar. Laçın mağazaya nahardan sonra gedəcək. Mənə də tapşırdı ki, o vaxt gələrsən. Gedəndə yol üstü verim. Eldar elə dedi. Nə bilim, gedirsən git də. Hə, Könül, nə vaxt çıxırsan? Hə, yaxşı. Sağ ol. Hə. Elə mən də o vaxta gəlib çataram. Oldu Könül, hələlik. Bizim könüldə Hə, dünən qovluğu qoyumsan, əmigildə gəlmirsən. Yadından çıxıb. gör yadıma düşür. Könül deyində ofisə aparacaq onu. Hay kızım, başımı elə itirmişəm. Bu işin içindən necə çıxacağımı bilmirəm. Pulu fikirləşirsən, həyata. Hə, daha iyi ola. Bir dənə bu Cahangirdən də xəbər çıxsaydı. Həyata, heç cürə tapa bilməliyik onu. Ha, yox, ay kızım, hardan tap. Nə evini tanıyıram, nə qov məğrəbəsini bilirəm. Məndə bir dənə telefon nömrəsi vardı, ona da zəng çalmış. Həyata, vallahi pul onlar götürmüş olacaq. Bax, mən gedəndə torpağa dəyilməmişdi. Torpağın üstü xəzəllə də doluydu. Kimdir bizim həyətə girib torpaq qazan? Kimin nə ilə lazımdır? Tək el olsun Aybala, tək el olsun. Zeynəb yoxdur. Yo, Leylanı məktəbə aparıb. Birazdan gələr. Ay kızım, dünən mən Adəmgildən gec gəldim axı. Gələndə gördüm Zeynəb küçədə dayanıb məni gözləyir. Küçədə? Bu mən də təəccübləndim. Soruşanda dedi zəngi basmayayım deyə orada gözləyir. Dedi evdəkilər oyanmasın. Görürsən nə mərifətli, qanacaqlı qadındır. Ola bilər qızım, etirazım yoxdur. Amma narahatam. Nədən narahatsın? Ay kızım, dünən məni ora çağırdı. Çay süzdü. İçəri girməyə ehtiyat elədim. Baxma da yad qadındır, gecə vaxtı. Ehtiyat eləyirdim, dedi Həmid kişi qorxma, gəl. Bu iş. Canın üçün elə dedi. Dedim, mən niyə qorxmalıyam? Dedi, bilirəm ki, mənim adam öldürməyimdən xəbərim var. Özü də özünü ilə soyuqqanla aparırdı, ay qızım. Elə rahat danışırdı. Adamı vahimə basırdı. Sonra nə oldu adam? Sonra canını sağladı, çay qoydu qabağıma. Özü çıxdı bayrağa, dedi, sən rahat çayını iç. Ay qızım, bilmirsən o kimi öldürüb? Mənə dediyinə görə həyat yoldaşını. O. Niyəsin demədi? Bəlkə də deyib, amma yadımda deyil. Biz o söhbət eləyəndə xəstəxanadaydıq, mən orada özümdə deyildim. Elə mən də soruşanda dedi uzun söhbətdir. İndi məni maraq boğur. Həm də narahatam. Ona görə imkan tapan kimi soruşacağım. Narahat olma ata, narahat ol. Ay qızım, necə narahat olmayayım? Baxam işinin gücünün dalınca gedib. Sən onunla bir damın altında qalırsan, ərini öldürən qadınla. Nə bilirsən, bəlkə psixoloji problemi var. Allah göstərməsin, birdən tutması tutar, əlindən xata çıxar. Da qorxma. Ay qızım, qorxma. Sən hələ uşaqsan, ay bala, belə şeyləri bilməzsən. Mən orada nələr gördüm. Çayı niyə soyuq süzmüsən deyib arvadını öldürənlər var, ay bala.
Ata qorxma, narahat olma. Heç nə olmaz. Ay, Könül yazıb. Yazıb ki, mən çıxdım. Bəlkə sən də bizdən gələsən. Hara? Demədim, bəs Könül ofis aparır qovluğu, oradan da gedəcəyik dayının işlədiyi restorana. Hə, nə yaxşı. Ay ata, dünən dayıya göz aydınlığı verməyə getmişdim. Restoranın sahibi ilə tanış oldum. Cavan qızdı, mehriban, zarafatçıl, istiqanlı, elə yaxşı qız idi ki. Elə yaxşı. İndi də Könülü ora aparıram qonaq. Yox ay qızım, mən getməyim. Siz iki əmi qızı gedin, yaxşıca istirahət edin, vaxtınız xoş geçsin. Mən sizə mane olaram. Natıvan xanım, bugün necə belə tez gəlmisiniz? Elə ona görə zəhmət olmasın, mənə bir yaxşı kofe veririk. Bu dəqiqə. Şəmsi, Bəli, amma sonra qayıtkən sənlə bir balaca söhbətim var. yaxşı. Əyləşin, mən də gələrəm. Resmi, iş söhbəti deyil. Ha? Aha. Niyə ayrıldın Şəmsi? Yəni, ailən niyə dağıldı? Başa düşürəm, şəxsi məsələdir. Sənə nə dəxli var, deyə də bilərsən. Sadəcə, bilirsən, mənə maraqlıdır. Mən təsadüfən Könlünü də gördüm, xoşum gəldi onu. Humaya'dakı bilirsən, vurulmuşam. Bəli, əziz dayı, biz Humayla bu barədə bir balaca söhbət eləmişik. Umay nə dedi? Humay nə dediğini inirsən, mən səndən soruşurum. Nə baş verdi Şəmsi? Bax, mən görürəm ki, Könül də sənə qarşı biganə deyil. Sənin də meylin var. Yəni, nə oldu, nə baş verdi ki, siz ayrıldınız? Baharın təravətini hiss